Salam dostlar. Aleyküm salam. Salam. Salam, salam həmşərim. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, hər vaxtınız xeyir. Olsun. Salam bir daha. Hər birinizə təşəkkür edirəm bu webinarımıza qoşulduğunuz üçün. Gəlin ilk öncə qısa olaraq Rabolon şirkəti haqqında sizə məlumat verim, digər əməkdaşlarım da qoşulana qədər. Rabolon şirkəti Azərbaycan IT bazarında müştərilərinə IT infrastruktur həlləri təqdim edir. Bura bulut həlləri, şəbəkə həlləri, təhlükəsizlik həlləri və digər avtomatlaşma həlləri və digər mühüm həllər daxildir. Eyni zamanda dünyanın ən öndə gedən vendorlar ilə partnyorluq edir. Bu partnyorlardan da biri bugün haqqında danışacağımız Manage Engine şirkətidir. Manage Engine şirkəti bizə ilk öncə özümü təqdim etməyi biraz. Okay, mən Vüsal Əskərli, Rabolon şirkətində IT Team Leader vəzifəsində çalışıram. Bugün Manage Engine-in Open Manager həlli haqqında sizlə danışacağım, amma ilk öncə istəyərdim ümumi Manage Engine-in softları haqqında qısa bir məlumat verim ki, bilənlər varsa əla, bilməyənlər varsa onların da məlumatı olsun. Çox üzr istəyirəm. Səsim normal gəlir, hamı eşidir səsimi? Bildirərdiniz. Bəli, gəlir. Çox gözəl. Bəli, normal gəlir. Çox gözəl. Okay, Manage Engine ümumiyyətlə IT-ni bir araya gətirən bir şirkətdir. Manage Engine ilə biz belə deyək, IT infrastrukturun bütün sahələrini, bura sistem tərəfi, bura network tərəfi, security tərəfi daxildir. Hamısını belə deyək, bir ekosistema kimi birləşdirir. Gördüyünüz kimi Active Directory Management, bura ümumiyyətlə domain kontrollerin bütün menecmenti daxildir. Active Directory-dən əlavə Exchange serverlərin menecmenti daxildir bura. Office 365 və digər Windows həlləri ilə belə deyək, Microsoft həlləri ilə Manage Engine-imizə dəstək olur. Eyni zamanda IT Service Management, bu bir çoxlarının da tanıdığı Service Desk Plus məhsulundan söhbət gedir. Hansı ki, bu IT Help Desk bir tooldur. Hansı ki, sorğuların avtomatlaşdırılması, idarə edilməsində belə deyək, IT komandaya dəstək olur, kömək olur. Onun işini daha da asanlaşdırır. Eyni zamanda bura asetlərin həyat dövrü daxildir. Hansı ki, biz asetlərimizin, inventarizasiyamızın həyat dövrünü tam olaraq izləyə bilirik. Ümumilikdə ITSM, yəni IT Plus məhsulu ITIL əsaslı bir məhsul sayılır. Yəni ITIL prinsipləri ilə, metodologiyası ilə işləyir. IT Operations Management, yəni bugün haqqında danışacağımız Open Manager məhsulu, Operation Manager məhsulu, bu şəbəkəmizi tam olaraq belə deyək, monitoring edir, tam görünürlük yaradır. Bura network'un performansı daxildir, application'ların performansı daxildir. Application'ların performansı daxildir. Eyni zamanda bizdə endpoint management var. Hansı ki, biz endpoint management vasitəsilə infrastrukturumuzda olan bütün IT endpointlərin bura daxildir. Workstationlar, Linuxlar, Windowslar, macOS'lər, bura daxildir. Mobile device'lar, planşetlər və s. Bunların hamısının menecmenti bir pəncərə altında, bir mərkəzləşdirilmiş pəncərə altından idarə olunur. Tam olaraq idarəçilik əlimizdə olur.
Desktop management, eyni zamanda mobile device management. Mobile device managementdən biz öz daxilimizdə olan mobil istifadəçilərin mobil telefonlarını tam olaraq menecə edə bilirik. Biodları, yəni bring your own device, yəni çöldən gələn belə deyək, şirkətimizə aid olmayan mobil telefonlara polislər tətbiq edə bilərik. Eyni zamanda Endpoint Central vasitəsilə biz OS deployment icra edə bilərik, hansı ki şəbəkə üzərindən bütün workstationları bir növ formatlaya bilirik. Eyni zamanda remote olaraq ora qoşula bilirik. Endpoint Central'ın özünün built-in screen share var, hansı ki onun vasitəsilə biz, bu RDP deyil, bu özünün Endpoint Central'ın özünə aiddir. Bunun vasitəsilə biz ekran, belə deyək, user'ın ekranına qoşula bilərik remote olaraq və orada öz işlərimizi icra edə bilərik. Eyni zamanda IT Security Management bölməsi var. Bura CM həlli daxildir, Log 360 həlli. Biz şəbəkəmizdə, infrastrukturumuzda olan bütün belə deyək, avadanlıqlardan logları Log 360'a gətirib, orada tam olaraq logları belə deyək, analiz edə bilərik. Eyni zamanda həllərindən PAM 360 həlli var, Privilege Access Management. Bu da yəni, şəbəkəmizdə təhlükəsizliyi tam olaraq möhkəmləndirmək üçündür. Eyni zamanda Vulnerability Management var. Vulnerability Management adından da göründüyü kimi hər patching edəndə workstationlara patchləri vuranda, softların patching yeniləyəndə bizə lazım olur ki, önəmli bir tərəflərindən də biri odur ki, biz onların zəif tərəflərini aşkarlayaq. Baxaq ki, vulnerability nə qədərdir, severity nə qədərdir, upgrade edəcəyimiz softa. Və bunu scan vasitəsilə biz şəbəkəmizdə patching etməmişdən softları həmin softları biz belə deyək, upgrade scan edirik, o softlarda olan vulnerabilitylərə baxırıq. Ondan sonra əgər uyğundursa, onları biz patching edirik öz workstationlarımıza və yaxud da softlarımıza və yaxud da network avadanlıqlarımıza. Yəni bu formada Manage Engine belə deyək, böyük bir ekosistemadır. Böyük bir məhsullar bizə təqdim edir ki, IT-mizi belə deyək, bir pəncərə altından rahat şəkildə idarə edə bilək. Yəni müxtəlif softlardan istifadə edərək belə deyək də parçalanmış şəkildə informasiyaları gətirməyək. Çünki bu da parçalanmış şəkildə informasiyalar gələndə bu IT komandasına çox yüklüyür. Saatlarla vaxt itkisi olur ki, hər hansı bir problemlərin belə deyək də həllində dərindən analiz edə bilsinlər. Okey. Gəlin indi sizə Open Manager giriş edək, Open Manager haqqında danışaq. Full Stack Observability nədir? Open Manager'da AI prinsipi hansı formada işləyir, o haqqında danışaq. Ümumiyyətlə bildiyimiz kimi biz belə deyək, Full Stack Observability tam müşahidə deməkdir. Normalda bəzi IT komandalar bunu monitoringlə tam müşahidəni belə deyək də qarışdırırlar, bəzən eyni bilirlər. Əslində bu belə deyil, çünki Full Stack Observability vasitəsilə biz şəbəkəmizdə belə deyək, monitoring vasitəsilə biz sadəcə olaraq həmin avadanlıqların əl çatanlığını bilə bilirik, məlumat toplaya bilirik ki, bu avadanlıq əl çatandır, orada heç bir problem yox. Amma biz onun daxilində gedən prosesləri, bandwidth trafik haqqında gedən prosesləri izləyə bilmirik. Misal üçün, firewalllarda, polislərdə başqa problemləri görə bilmirik. Amma Full Stack Observability, yəni tam müşahidə vasitəsilə biz bütün bu belə deyək, görünürlüyü əldə edə bilirik. Bu Full Stack Observability deyəndə, tam müşahidə deyəndə nə nəzərdə tutulur? Belə deyək, routerlar, switchlər, firewalllar, avadanlıqlarından əlavə bura daxildir serverlərdən əlavə bura daxildir applicationlar. Bunlar hamısı bir yerdə, bir pəncərə tam olaraq bizə tam belə deyək, visibility-ni verir. Biz onun vasitəsilə şəbəkəmizdə baş verən istənilən bir anomaliyanı tam olaraq aşkarlaya bilirik ki, biznesimizə təsir etməsin, userlar və müdiriyyət tərəfdən narazı qalmasın bizdən. Full Stack Observability Open Manager vasitəsilə, Open Manager ümumiyyətlə bu Full Stack Observability ilə bizə nə gətirir? Open Manager'də belə deyək də birləşmiş bir dashboard var, birləşmiş bir modullar var. O modullar vasitəsilə biz şəbəkəmizin həm
network tərəfin, həm sistem tərəfin, həm application tərəfin, hansı kodlar belə deyək də, bir növ DevOps tərəfin tam olaraq belə deyək bir pəncərə altından müşahidə edə bilirik. Eyni zamanda onun root cause problemlər olarsa, onların root cause-larını analiz edə bilirik və s. OpenManager bu funksionallıqları bizə verir. İndi o funksiyalarında danışaq. Gəlin giriş eləyək network managementdən. Okay. Gəlin giriş edək network managementdən. Network management dedikdə OpenManagerdə bizdə deməli switchlər, routerlar, firewalllar, IP printerlər, IP telefoniyalar, yəni bütün bunlar hamısı şəbəkə avadanlıqları kimi network management bölməsinə daxildir. Biz network management bölməsi ilə bütün bu şəbəkə avadanlıqlarını monitoring edə bilirik, tam müşahidə edə bilirik və onların belə deyək də əl satanlığını izləyə bilirik, onların daxilində baş verən prosesləri izləyə bilirik, konfigurasiyalarda olan prosesləri, hardware-in özündə gedən prosesləri tam izləyə bilirik. Gəlin başlayaq routerlardan, switchlərdən, router və switchlərin performance monitoring haqqında danışaq. Ümumiyyətlə, OpenManager bizə 100-dən çox performance metrik monitoring təqdim edir. Performance monitoring metriklə biz həm hardware tərəfini izləyə bilirik, misal üçün CPU, memorydir, errorlardır, discardlardır, bunları tam olaraq OpenManagerdə görə bilirik. Eyni zamanda gördüyünüz kimi, yəqin ekranda görürsünüz rahat. Burada summary bölməsində biz hər hansı bir device əlavə edəndə, misal üçün burada router əlavə olunub. Routerun management IP-sindən tutmuş, onun belə deyək, ISO-su hansı belə deyək, versiyadadır, eyni zamanda hansı manufacturer tərəfindən istehsal olunub, eyni zamanda availability haqqında məlumat əldə edirik ki, tam olaraq əl satandır, yoxsa orada paket losslar var və yaxud da MS-lərdə biraz gecikmələr var. Bu summary tərəfidir. Summary tərəfində biz onları görürük. Eyni zamanda biz burada gördüyünüz kimi interface, port view-lar var. Port view vasitəsilə biz həmin device-da olan aktiv portları görə bilirik ki, hansı ki bunlar aptılar, bura avadanlıqlar qoşulurdu. Portların adları ilə biz onları görə bilirik ki, port interface-lərin hansı interface-lərdir, gigabit-mi, fast ethernet-mi. Eyni zamanda portlar aktivdirsə, o portlara qoşulu olan avadanlıqların MAC adresləri, IP adresləri və digər məlumatları rahat şəkildə up və down olan portları burada artıq görsənir port view vasitəsilə. Eyni zamanda biz administrativ olaraq da biz o portları shutdown eləyə bilirik, no shutdown eləyə bilirik və s. Okay. Sonra qısa burada məlumat verin bunlar haqqında, çünki qarşıda bunlar haqqında dərin məlumatlar verəcəm sizə. NCM, Network Configuration Management-i biz backuplar, network avadanlıqlarında olan konfiglərin backuplarını götürürük, onları saxlayırıq. Bir növ burada Configuration Backup Repository rolunu oynayır OpenManager. Yəni, backuplar orada saxlanılır, onlar compare olunur bir-biri ilə. Misal üçün, əgər bir backup götürülübsə və sonra dəyişilibsə hər hansı bir konfigurasiya, onlar compare müqayisə olunur və onlar haqqında bizə məlumatlar verir. Kim tərəfindən dəyişilib, burada təhlükəsizlik prinsipləri də var. Kim tərəfindən dəyişilib, hansı admin tərəfindən dəyişilib, niyə dəyişilib və bu səbəbləri biz araşdıra bilirik. Eyni zamanda device-in 24/7 əlçatanlığı haqqında məlumatlar olur burada bizdə. Ümumiyyətlə, OpenManager out of box, yəni biz install etdik OpenManager-i. Install edəndən sonra 1000-dən çox vendorun şablonları burada mövcuddur. Hansı ki, OpenManager bunu rahat şəkildə tanıyır. Device-lar şəbəkədən əlavə olunanda o device-lar haqqında məlumatları tam olaraq gətirə bilir. Əgər hər hansı bir device no-name'dirsə və yaxud da IT bazarında çox az istifadə olunursa, o halda biz vendora müraciət edə bilərik və həmin device-ın məlumatlarını ötürərək vendora onun şablonunu hazırlayıb sistemə tətbiq edə bilərik ki, o device haqqında da məlumat əldə edək. Eyni zamanda burada görürsünüz, burada toollar mövcuddur. Hansı ki, biz həmin device-lara terminal, yəni OpenManager-in öz terminalı vasitəsilə qoşula bilirik, SSH vasitəsilə qoşula bilirik. Eyni zamanda web interfeysi varsa, web interfeysinə klikləməklə, bir dəfə klikləməklə o web interfeysə qoşula bilirik. Buradan traceroute eləyə bilirik, ping ata bilirik və s. Interface monitoringa baxaq.
Bir dəqiqə. İnterfeys monitorinqdə biz S-Flow, G-Flow, IPFix kimi protokollar vasitəsilə, protokolların köməkliyi ilə biz şəbəkəmizdə olan band genişliklərini görə bilirik. Eyni zamanda trafik axınlarında, misal üçün burada gördüyünüz kimi broadcast, unicast trafikləri göstərir ki, hansı səviyyədədir. Eyni zamanda out errorları, in errorları göstərir bizdə diaqram vasitəsilə. Daxil olan trafik, çıxan trafikdə olan problemlər varsa onları göstərir. Eyni zamanda bura QoS polislər biz ümumiyyətlə şəbəkəmizdə kritik, business kritik applicationlar olur ki, biz onlara QoS-lər tətbiq edirik, polislər tətbiq edirik. O polisləri biz şəbəkəmizi analiz etmədən bilmirik hansı, belə deyək, user tərəfindən, hansı application tərəfindən trafik daha çox istifadə olunur. Bunun üçün də biz burada analiz edib həmin o QoS trafikləri həmin business critical applicationlara tətbiq edə bilirik. Eyni zamanda burada monitoring bölməsində, basic monitoring bölməsində TX, RX trafiklər, errorlar, discardlar, SNMP ilə push olunur OP Managerə və biz onları tam olaraq orada o trafikləri izləyə bilirik. Bayaq da qeyd etdiyim kimi administrativ olaraq da həmin interfeysləri OP Manager vasitəsilə up və down edə bilirik. Əgər hər hansı bir suallarınız olsa, webinarın sonunda mütləq bildirərsiniz. VLC monitorinqə baxaq. Wireless controller monitoring vasitəsilə biz şəbəkəmizdə olan access pointlərdir, access pointlərin əl satanlığı haqqında, performansı haqqında tam olaraq bir məlumatlar əldə edə bilirik. Burada gördüyünüz kimi access pointlərin IP adresləri, MAC adresləri, onların hansı kanallarda yerləşdiyi, eyni zamanda SSID-lər haqqında bizdə ola bilir ki, bir access point üzərində bir neçə SSID olar, o SSID-lər haqqında məlumatlar, eyni zamanda qoşulan klientlər haqqında məlumatlar əldə edə bilirik. Bu, belə deyək, wireless LAN controller, belə deyək, ümumiyyətlə şəbəkəmizdə olan Wi-Fi sisteminin tam olaraq, belə deyək, müşahidəsini bizə verir. Biz bu müşahidə vasitəsilə də onların performansını, əl çatanlığını təmin edə bilirik. Okay. Bandwidth monitorinqə baxaq. Bandwidth monitoring ümumiyyətlə, belə deyim, şəbəkədə nə baş verdiyini ümumi olaraq bizə göstərir. Ümumi olaraq bizə göstərir, hansı istifadəçilər hansı tətbiqlərdən istifadə edirlər, daha çox internet istifadə edən istifadəçilər hansılar. In-out trafiklər haqqında bizə məlumatlar, ümumi bir məlumatlar təqdim edir. QoS bandwidth haqqında bizə məlumatlar, hansı IP-lər aktivdir, o IP-lər haqqında bizə geniş məlumatlar təqdim edir. Bütün bu sadalarlıqlarım sırf network managementə aiddir, yəni network tərəfinə, networkin idarə edilməsinə aiddir və bunların hamısı hər bir əlavə olunmuş device'larda ayrı-ayrılıqda öz belə deyək, səhifələrinə daxil olaraq bunların hamısının belə deyək, biz monitoring edə bilirik. Sual yarana bilər ki, okey də, ayrı-ayrı device'lardır. Bu ayrı-ayrı device'larda olan monitoringi biz bir-bir girib baxmalıyıq. Əgər burada tam müşahidə varsa, biz yenə də manual olaraq girib baxırıq bunlara. Xeyr, mən qarşıda danışacağım o vaxtda ki, bütün device'lar haqqında məlumatlar həm manual şəkildə girib baxa bilirsiniz belə. Eyni zamanda burada notification profillar var, burada alert profillar var ki, o profillar vasitəsilə bizə SMS-lə, mail vasitəsilə və yaxud da OP Managerin özünün free mobile application var, onun vasitəsilə bizə o məlumatlar ötürülür. Eyni zamanda web notification var burada, web üzərindən alerting var. O alertlər, misal üçün, NOC view yaradırıq, Network Operation Center hər bir şirkətdə var. NOC view yaradırıq. NOC view vasitəsilə əgər bizdə hər hansı bir anomaliya baş verirsə, web alerting, yəni baxdığımız monitorda bizə alert verir ki, filan device'larda, misal üçün, uplar və yaxud da downlar və yaxud da hansısa bir anomaliyalar mövcud. Firewall log managementdən danışaq. Ümumiyyətlə, OP Manager tək firewall log management yox, ümumiyyətlə firewall'un tam olaraq monitoringi ilə məşğuldur. Biz firewall'ları OP Manager SNMP vasitəsilə belə deyək, discover edirik. OP Manager həmin firewall'un digər network avadanlıqlarında olduğu kimi, həmin firewall'un bütün belə deyək, əl çatanlığı haqqında, paket losu haqqında bizə məlumatlar verir, interfeysləri haqqında bizə məlumat verir. Biz o interfeyslərə daxil olaraq, belə deyək, o interfeyslərdə baş verən trafik axınlarını izləyə bilirik. Eyni zamanda, onu unutmuşam, onu da deyim sizə ki, digər monitoring məhsullarından fərqli olaraq OP Manager'də, misal üçün, switchlərdə VLAN'lar yaradılır. O VLAN'ların da monitoringi mövcuddur. Biz VLAN'ları discover edirik, switchdən gəlir VLAN'lar bizə. Yaratdığımız bütün VLAN'ların altında olan bütün interfeysləri görə bilirik. O interfeyslərin descriptionlarını əlbəttə ki, oxuya bilirik. Eyni zamanda o interfeyslərdə olan trafik axınlarını izləyə bilirik.
Bu da Open Manager'in üstün cəhətlərindən biridir. İndi Firewall Log Management-ə baxaq. Firewall Log Management burada Central Log Collector rolunu oynayır. Yəni biz belə deyək, Firewall-da o lokal belə event logu aktivləşdirərək push edirik oradan məlumatları Open Manager-ə. Open Manager onları collect edir, analiz edir, arxivləşdirir, analiz edir. Eyni zamanda burada security və compliance-larda rol oynayır. Hansı ki PCI DSS, ISO 27001 və digər belə deyək, compliance-larda, uyğunluqlarda burada rol oynayır. Hansı ki biz əvvəllər manual şəkildə o reportları çıxardırdıq. Artıq Open Manager onu bizə avtomatik şəkildə təqdim edir ki, biz avtomatik şəkildə bu uyğunluqlara, yəni compliance-lara uyğun biz reportları çıxarda bilək. Eyni zamanda bütün baş verən dəyişiklikləri track edə bilirik, izləyə bilirik. Bu izləmələr qeyd etdiyim kimi e-mail vasitəsilə, SMS vasitəsilə və yaxud da mobile application vasitəsilə və yaxud da Open Manager-i digər monitoring toollar kimi də Telegram-la inteqrasiya edib oradan da məlumatları əldə edə bilirik. Eyni zamanda firewall-larda biz yaratdığımız polislər var. Hansı ki o polislərin bəziləri işlək olur, bəziləri doğru düzgün işləmir. O polislərin də biz burada belə deyək bir növ analizini aparırıq ki, belə deyək, həmin o firewall şəbəkədə performansını və təhlükəsizliyini daha da gücləndirə bilir. Configuration Management. Deməli, Network Configuration Management Open Manager-in ən belə deyək, özəl tərəflərindən biridir. Hansı ki, bu belə deyək, digər monitoring toollarda yoxdur. Bu bir növ backup repository rolunu oynayır. Bu Configuration Management vasitəsilə biz network device-larda olan bütün konfigurasiyaları backup'ını götürürük. Open Manager onu özündə saxlayır və hər hansı bir yeni dəyişikliklər olarsa onları da gətirir və birinci versiya ilə ikinci versiyanı müqayisə edir. Orada hər hansı bir dəyişikliklər varsa onu bizə göstərir. Hansı admin tərəfindən bu dəyişikliklər icra olunub onu bizə göstərir. Eyni zamanda biz burada rollbacklər edə bilərik. Misal üçün, hər hansı bir konfigurasiya olunub, doğru düzgün işləmir. Birinci götürdüyü backup'ı rollback edib həmin device-in üzərinə yenidən həmin konfigurasiyaları tətbiq edə bilirik. Eyni zamanda Configuration Management vasitəsilə biz device-larda olan firmware-lərin vulnerability-sinə baxa bilirik, zəifliklərinə baxa bilirik. Misal üçün, olsun Cisco device-ları, şəbəkə device-larından Cisco routerlar, switchlər olsun, Palo Alto və yaxud da FortiGate. Onlarda olan upgrade etdiyimiz hər hansı bir softu Open Manager skan edir və göstərir ki, bizə burada vulnerability mövcuddur. Misal üçün, bu softda vulnerability mövcuddur. Bu vulnerability səviyyəsi 8.6-dır. Mütləq bunu upgrade etmək lazımdır daha stabil versiyaya və orada bizə müəyyən rekomendasiyalar da verir. Burada gördüyünüz bölmədə və vulnerability bölməsində ki, biz belə deyək, həmin device-a daxil olaq, həmin device-i yeni daha stabil versiyaya upgrade edək ki, problemlər yaşanmır, yəni zəifliklər olmasın. Network Configuration Management ümumiyyətlə hər bir IT network adminə lazım olan belə modullardan biri düşünürəm ki, yəni belə deyək, Open Manager özəl bir moduldur, digər monitoring toollarda yoxdur. Yəni, ümumiyyətlə, IT komandaları bugün TFTP server vasitəsilə götürürlər və yaxud da manual olaraq kopyalayırlar, götürürlər o, belə deyək, konfigləri. Amma burada konfigləri götürməkdən əlavə onlar haqqında məlumatlar da bizə verir, kim tərəfindən dəyişildiyini də bizə verir və bu daha dərin analiz edilir. IP Address Management-ə baxaq. IP Address Management vasitəsilə IP versiya 4, versiya 6 IP subnetlərini Open Manager şəbəkədən çəkir. Biz daxili infrastrukturda olan lokal IP-ləri çəkir və bizə onların haqqında geniş məlumatlar təqdim edir. Hansı IP subnetlərdə hansı IP-lər istifadədədir, hansı IP-lər hansı IP hansı device-in üzərinə assign olub, həmin device-in MAC adresini bizə göstərir. Eyni zamanda hər hansı bir dəyişikliklər baş verərsə IP adresdə və DNS reverse, forward lookup-da faillər olarsa, bizə alertlər gəlir ki, belə bir problemlər yaşanır. Eyni zamanda biz bunu manual etmirik, biz bunu avtomatlaşdıra da bilirik. Biz burada schedule scanning qura bilirik ki, o scanning vasitəsilə mütəmadi olaraq, regular olaraq Open Manager şəbəkəmizdə olan subnetləri skan etsin. Çünki tez-tez subnetlərdə dəyişikliklər olur. Kimlərəsə IP-lər verilir, kimlərdən IP-lər götürülür. Və yaxud da DHCP serverdə
lizlər baş verir. Yəni bunların hamısını IP adres management bizə tam olaraq göstərir. Switchboard managementə baxaq. Switchboard management əvvəldə bunun haqqında qısa məlumat verdim. Switchboard management switchlərin portları haqqında ümumi bizə məlumatı verir. O portlara qoyulan avadanlıqların hansı portlar aktivdir, hansı porta hansı avadanlıqlar qoşulub, onların MAC adresləri haqqında bizə məlumat verir, hansı vilanda yerləşdikləri haqqında, statusu haqqında, əlçatanlığı haqqında bizə məlumatlar verir. Bunu belə deyək də web UI vasitəsilə görürük, web interfeys vasitəsilə rahat şəkildə görə bilirik. Switch'in portları orada aydın şəkildə görsənir, hansı portlar up-dır, hansı portlar down-dır. Eyni zamanda onlar haqqında biz reportlar generate edə bilirik. Reportlar portun speedi haqqında, portun tipi haqqında reportlar generate edə bilirik ki, əlimizin altında reportlar da olsun, müdiriyyətə onu göstərə bilir. Digər modullarda olduğu kimi bu modulda da hər hansı bir dəyişikliklər baş verirsə, o avtomatik olaraq belə deyək, notification vasitəsilə bizə göndərilir ki, 24/7 network avadanlıqları haqqında əlimizdə məlumatlar olsun, əlçatanlığı haqqında məlumatlar olsun ki, bilək hansı vəziyyətdə işləyirlər. Network monitoring haqqında qısaca olaraq bu qədər. Network monitoring özünüzdə gördünüz ki, tam olaraq görünüşlüyü əhatə edir, tam full stack observability-dir. Yəni biz bütün device'larımızı bir pəncərə altında idarə edirik. Misal üçün, başqa vendorlarda necədir? Misal üçün, FortiGate üçün əlavə FortiGate Analyzer var. Yəni, belə deyək də, parçalanmış şəkildə izləyirik. Amma burada tam olaraq bir yerə yığırıq, cəmləyirik, bir yerdə izləyirik. Eyni zamanda tam dərin analizlər apara bilirik ki, şəbəkəmizdə yəni qarşıda bizi gözləyən təhlükələrdən uzaq duraq, şəbəkəmizi daha belə deyək də, stabil vəziyyətə gətirək, dayanıqlı vəziyyətə gətirək çıxardaq. Eyni zamanda server monitoring burada mövcuddur. Server monitoringdə biz, göstərim sizə, Windows və Linux serverlərin monitoringini aparırıq. Burada Windows'larda fiziki serverləri, VM-lər, VM hostların tam olaraq monitoringini apara bilirik. Eyni zamanda həmin device'lara biz əlçatanlığından əlavə həmin device'lara biz remote uçula bilirik. O device'larda belə deyək, hər hansı bir problemlər yaşanırsa o problemləri izləyə bilirik. Bunlar baş verir VMI protokolu ilə, hansı bir Windows'un öz built-in protokoludur. SNMP vasitəsilə biz Windows'larda da SNMP aktivləşdirə bilirik bildiyiniz kimi. CLI vasitəsilə də Linux device'lardan biz məlumatları OpenManager'ə push edə bilirik. Eyni zamanda Windows'larda biz prosesləri, servisləri tam olaraq buradan izləyə bilirik. Event ID-lərə baxa bilirik. Folderlarda, fayllarda hər hansı bir dəyişikliklər baş verərsə, həmin folderların passini OpenManager'ə əlavə edirik. O folderlarda hər hansı bir dəyişikliklər baş verərsə, OpenManager bizə alert vasitəsilə onu bildirir ki, misal üçün, yaradılmış filan folderin daxilində olan filan faylda hər hansı bir dəyişikliklər baş verib. Eyni zamanda hardware monitoring burada mövcuddur. Yəni, CPU-su, memory'si, disk istifadəsi, bu tipli belə deyək, monitoringləri OpenManager bizə təqdim edir ki, yəni bizim nəinki network avadanlıqları, eyni zamanda server avadanlıqları haqqında da məlumatımız olsun. Çünki IT infrastruktur hamısı belə deyək də, düzdür, network adminlər, sistem adminlər bunlarla məşğul olurlar, amma tam olaraq bir pəncərə altından bunların görünməyi daha yaxşıdır. Eyni zamanda VMware-dır, Hyper-V, Xen-dir, Nutanix kimi də hypervisorların monitoringləri burada mövcuddur. Bura, misal üçün, vCenter'ın API vasitəsilə, VMI vasitəsilə, Xenin öz API vasitəsilə, eyni zamanda əgər dərindən analiz etmək istəyiriksə Nutanix'i, Prism API vasitəsilə də bütün məlumatları biz OpenManager'ə əlavə edə bilirik ki, tam olaraq bu hypervisorlar haqqında da məlumatları biz deyək, monitoring edə bilək, analiz edə bilək, məlumatımız olsun bu haqqda. Eyni zamanda da performance metriklər burada da mövcuddur. CPU ready, memory swap və digər performance metrikləri istifadə edərək monitoring apara bilir OpenManager. Fault managementə baxaq. Fault management alarmlar və notificationlarla bağlıdır. Yəni, hər bir modul haqqında danışanda bunlar haqqında qısa məlumat verirdim. Yəni, biz hər bir device'ın, belə deyək də, özünün alarm konfigurasiyası olur. Biz orada thresholdları konfigurasiya edirik ki, orada ümumiyyətlə baş verən anomaliyalar haqqında bizə kritik və yaxud da informational kimi məlumatlar, alarmlar bizə göndərsin. Bu alarmlar bizə e-mail, SMS,
mobile application vasitəsilə göndərilir. Eyni zamanda biz burada trigger workflowlar qura bilirik ki, avtomatlaşma qura bilirik ki, misal üçün tutaq ki, hər hansı bir device-ı periodik olaraq ping atılsın, Op Manager vasitəsilə ping atılsın ki, onun əlçatanlığı haqqında məlumat Op Manager alsın. Ola bilər ki, nə vaxtsa əlçatanlıqda və yaxud da MS-də hər hansı bir problemlər, gecikmələr olarsa, avtomatik bizə məlumatlar göndərsin ki, filan device-larda müəyyən bir problemlər yaşanır. Bu avtomatlaşmanı daha geniş şəkildə də etmək olur. Onun haqqında qarşıda danışacağım. Eyni zamanda burada nələr baş verir? Hər hansı bir alert gələndə biz o alertin, belə deyək, alertə daxil olub orada notlar qeyd edə bilirik. Ki, misal üçün, bu alert nə səbəbə gəlib? Ki, digər IT komanda üzvü o alertə daxil olanlar artıq bilsin ki, bu məsələ artıq həllini tapıb və yaxud da bu problemin kökü hardan gəlir. Bu formada notlar əlavə edə bilirik. Notification profile. Deməli, notification profile bayaq qeyd etdiyim kimi e-maildir, SMS-dir, web alarmdır və yaxud da chatlarla tutaq ki, menecerinin özünə aid olan Zia chat var. Onun vasitəsilə və yaxud da Telegram vasitəsilə biz inteqrasiya edib bu alarmları rahat şəkildə ala bilirik. Escalation rullar yarada bilirik. Bu escalation rullar nədir? Misal üçün, alarm gəlir, admin baxır ki, bu alarm burada baş verən problem, misal üçün, middle network admindir və yaxud da juniordur. Baxır ki, bu problemin kökünü araşdırıb tapa bilməyəcək. Onu avtomatik sistem escalate edir daha senior adminin üzərinə ki, bu məsələ ilə daha belə deyim, yaxşı mütəxəssis məşğul ola bilsin. Multi-level threshold nədir? Ümumiyyətlə, Op Manager-də adaptive threshold mövcuddur. Yəni, biz thresholdları özümüz konfig etməklə o device-larda baş verən alarmları ala bilirik. Bu necə baş verir? Misal üçün, hər hansı bir device olsun, tutaq ki, Windows-lar olsun, misal üçün, fiziki serverlər olsun. Fiziki serverlərdə biz adaptive threshold vasitəsilə özümüzə uyğunlaşdırırıq ki, misal üçün, CPU 80%-ə qalxarsa, memory hər hansı bir faizə qalxarsa, bu faizdə mənə alarm ver. Çünki bunun nəyi əslində yaxşıdır? Biz hər dəfə müəyyən bir belə deyək, faiz qoyaraq onu bizə notification kimi gəlməyi yaxşıdır ki, gələcəkdə artıq biz biləcəyik ki, həmin device-da tez-tez, misal üçün 80%-ə qalxır CPU, istifadəsi çoxdur, yüklənməsi çoxdur. Biz biləcəyik ki, qarşıda artıq bizi bu device-dan problemlər gözləyə bilər. Öncədən predikt edirik ki, bu device-da anomaliya var mövcuddur. Workflow automation nədir? Bayaq bunun haqqında dedim. Misal üçün, hər hansı bir, bu avtomatlaşmadır, hər hansı bir device-a, misal üçün, ping, burada gördüyünüz kimi ping device, hər hansı bir device-a ilk öncə deyirik ki, sistem ping atsın. Əgər o ping gedərsə, alarm notification bölməsində, alarm not bölməsində orada qeyd etsin ki, bu device-da hər şey qaydasındadır, bunu sistem yazır. Əgər ping getməzsə, DNS lookup eləsin. DNS lookup normal gedərsə, alarm bölməsində orada qeyd etsin ki, hər şey qaydasındadır. Yox, getməzsə, yenə də qeyd etsin ki, bu device-da problemlər var. Yəni, bunu bizim əvəzimizə Op Manager özü edir. Sadəcə olaraq biz bu workflow-nu qururuq. Bu mütəmadi olaraq hər dəfə o device-ları track eləsin, izləsin və onlar haqqında məlumatları bizə versin. Burada skriptlər execute etmək olur. Yəni, misal üçün, baxırıq ki, seçimlərdə bizə aid uyğun olan seçim yoxdur. Bunu skript vasitəsilə də execute edə bilirik. Skript yaradıb əlavə edə bilirik ki, o bizə bunu etsin. Yəni, bu workflow-lar schedule olunur ki, hər dəfə bunlar təkrarlansın. Gün ərzində bir dəfə, iki dəfə və yaxud da işdən sonra təkrarlansın ki, bizə məlumatlar, həmin device-lar haqqında məlumatlar gəlsin. Toollar da, yəni, Op Manager-in daxilində ping atmaq üçün toolları var, SNMP-ni yoxlamaq üçün device-larda SNMP işləyir, işləmir, onu yoxlamaq üçün toollar var, CLI query toolları var. Yəni, bu formalı toollar vasitəsilə biz digər third-party applicationlardan istifadə etməyərək birbaşa hər bir prosesləri Op Manager-in içində eləyə bilir. Dashboard və widget bölməsinə baxaq. Deməli, Op Manager-də 150-dən çox widget var, out of box, yəni default olaraq widgetlər var. Əlavə olaraq özümüz də customize edə bilirik widgetləri. Bunu dashboarda ataraq biz dashboardda onlar haqqında tam olaraq məlumatı rahat şəkildə görə bilirik. Məsələn, birinci dashboardda business view-dur. O business view nədir? Biz normalda şəbəkəmizin mappingini necə hazırlayırıq? Hər hansı bir
onlayn belə toollardan istifadə edərək şəbəkəmizin mappingini qururuq. Amma bu sadəcə olaraq bir vizual görüntü olur. Real görüntü olmur. Amma OpenManager vasitəsilə biz şəbəkəmizə, OpenManagerə əlavə etdiyimiz şəbəkə məhsullarından belə bir mapping hazırlayır. Şəbəkəmizin topologiyasını qura bilirik. Yəni burada real interfeyslərdir. Interfeyslər vasitəsilə bir-birlərinə qoşulublar. O iki device arasında interfeysdə problemlər yaşanarsa, bu dashboardda onu hər hansı bir rənglərlə, qırmızı ya göy rənglərlə bizə bildirir ki, burada problemlər var. Həm də ən azından biz şəbəkəmizin belə deyək, topologiyasını rahat şəkildə görə bilirik. Başlayım. Eyni zamanda NOC view burada mövcuddur. Network Operation Center üçün view burada mövcuddur. Yəni orada periodik vaxt qoya bilirik ki, misal 20 saniyədən bir bizim hazırladığımız bu dashboard yenilənsin və Network Operation Center bu yenilənmələri rahat şəkildə görə bilsin ki, hansı device'lar hansı vəziyyətdə statusdadılar. Business view bu şəkildə qurulur. Şəbəkəmizin topologiyası bu şəkildə qurulur. Biz interfeysləri bir-birinə qoşaraq bu formada rahat şəkildə belə deyək də şəbəkəmizi izləyə bilirik. Bu interfeyslərin hər birində problemlər yaşanarsa qoşuntularda bu formada da Business View vasitəsilə bizə göstərir. Bu drag and drop'dur, sadəcə olaraq sol tərəfdən çəkib atırıq bura və bir-birinə connect edirik. Eyni zamanda burada maplər xəritələr mövcuddur. Zoho'nun, bu Manage Engine-in Zoho'nun öz mapidir. Bir də Google Map'dən istifadə edə bilərik API vasitəsilə. Məsəl üçün bizim şəbəkəmiz çox böyükdür və saytları var, branchləri var. Hansı branchda hansı avadanlıqlar yerləşir, xəritə üzərində yerləşdirə bilərik. Burada da göründüyü kimi xəritə üzərində yerləşdirilib. Həmin device'ın statusu haqqında da real-time məlumat verilir. Layer 2 mapping var. Layer 2 mapping vasitəsilə biz şəbəkəmizin Layer 2 xəritəsini qura bilirik. Eyni zamanda bunu buradan eksport edib videoya da ata bilirik, PDF formasında da çıxarda bilirik. Bu da Data Center Builder'dır. Yəni 3D belə deyək də, server otağımızın 3D-sini yarada bilirik. Rəklər əlavə edirik, rəklərin içində real avadanlıqlarımızı yerləşdiririk orada və hər dəfə girib ona baxıb sadəcə olaraq baxmaq üçün, yəni rək otağımız, server otağımız necədir, o tam olaraq burada çəkib göstərə bilirik. Reporting sistemi var. Yəni hazır 140-150 hazır report, out of box reportlar mövcuddur ki, biz OpenManager bizə onları verir. Biz o reportlar vasitəsilə şəbəkəmizdə portlar haqqında, device'lar haqqında bütün ümumiyyətlə məlumatları report şəklində çıxardıb müdiriyyətə təqdim edə bilərik. Ay ərzində hansı proseslər baş verib və s. Deployment-u da çox asandır. Sadəcə olaraq OpenManager-i install edirik. Out of box PostgreSQL ilə gəlir, amma MS SQL də dəstəkləyir. İstənilən vaxt PostgreSQL-dən MS SQL-ə keçid edə bilirik. Yəni installda başqa belə deyək də komponentlərə ehtiyac yox, tələb olunmur install vaxtı. Device'lar və interfeys şablonları haqqında. Yəni, öncə də qeyd etdiyim kimi 1000-dən çox device'ın şablonları mövcuddur. 10.000-dən çox device'ın şablonları mövcuddur OpenManager-də. Yəni, ən məşhur device'lar, vendorların device'larının şablonları mövcuddur. Biz onları OpenManager rahatlıqla tanıyır, şəbəkədən discover edəndə. Əgər mövcud deyilsə, hər hansı bir device işlədirik, o device'ın belə deyək şablonu OpenManager-də mövcud deyil, onda özümüz bunu MIB vasitəsilə yarada bilirik və yaxud da çətinlik çəkiriksə, Manage Engine-ə müraciət edirik. Onlar bizə tez bir zamanda şablonu yaradıb göndərirlər, əlavə edirik OpenManager-ə və həmin device haqqında tam olaraq məlumatı əldə edə bilirik. Digər üstün cəhətləri. OpenManager eyni zamanda enterprise şəbəkələr üçün də belə deyək, istifadə olunur, geniş istifadə olunur. Distributed monitoringdir bu. Yəni, bizim misal üçün 3 və 4 və daha artıq saytlarımız var. Onlar bir-birlərinə VPN vasitəsilə qoşulurlar. Bu halda OpenManager-in central server olur, yəni mərkəzi server olur.
prop serverlər olur. Prop serverlər qurulur saytlarda, mərkəzi server qurulur mərkəzi ofisdə və prop serverlər həmin saytlarda olan məlumatları özünə yığır və onu göndərir belə deyək, central serverə. Central serverdə bir pəncərə altında bütün saytlarda olan məlumatları, avadanlıqlar haqqında olan məlumatları izləyə bilir. Eyni zamanda failover server qurmaq olur. Yəni iki application'dır. Biri belə deyək də fail olarsa digəri 2-3 saniyə ərzində up olur və heç bir itki baş vermir. Bayaq qeyd etdiyim kimi Open Manager'in free mobile application mövcuddur. Bu həm iOS, həm Android, həm də planşetlər üçün mövcuddur. Yəni istənilən vaxt yükləyib telefon vasitəsilə də şəbəkənizdə olan bütün belə deyək də prosesləri, avadanlıqlar haqqında olan statusları izləyə bilirsiniz. Qiymət çox münasibdir. Yəni digər vendorlara baxanda Open Manager, ümumiyyətlə Manage Engine-in bütün məhsulların qiymətləri çox münasibdir. Yəni tək belə deyək, istifadə cəhətdən yox, tək keyfiyyət cəhətdən yox, eyni zamanda qiymət cəhətdən də digər vendorlardan üstün sayılır. Əgər Open Manager-i test etmək istəsəz, saytına daxil olub bir aylıq trial versiyanı yükləyə bilərsiniz. OpenManager.com saytına daxil olaraq trial versiyanı yükləyə bilərsiniz. Orada testlər apara bilərsiniz. Eyni zamanda personalized demosu var. Yəni demo OpenManager.com saytına girib orada demosuna da baxa bilərsiniz. Hazır demo orada mövcuddur. Ümumiyyətlə interfeys necə görsənir, avadanlıqlar necə gəlir və s. Burada da qeyd etdiyim kimi demo OpenManager.com saytına daxil olaraq demosuna baxa bilərsiniz OpenManager-in. Ümumiyyətlə OpenManager haqqında əgər maraq oyandısa sizdə, düşünürəm ki oyanıb, mənim burada mobil nömrəm var, eyni zamanda e-mail var. Mənə müraciət edə bilərsiniz ki, mən bu haqda sizə dərin belə deyək də məlumatlar verim. Eyni zamanda POC lazım olarsa POC eləyək. Belə. Təşəkkür edirəm dinlədiyiniz üçün. Dəqiqə. Tural bəy, SNMP hər iki versiya ilə, ikinci, üçüncü versiya ilə də işləyir. Hər iki versiyada işlədə bilərsiniz. Okay, Discover burada iki formada olur. Manualda Discover edə bilirik və yaxud da schedule qura bilirik ki, mütəmadi olaraq bir gündən bir, 2 gündən bir, 3 gündən bir, yəni bizdən asılı. Şəbəkəmizi skan eləsin, orada olan məlumatlar, orada olanlar barədə bizə məlumatları gətirsin, çatdırsın. Yəni burada həm manual mümkündür, həm də avtomatik mümkün. Bəli, bayaq göstərdiyim kimi interaktiv map mövcuddur. Biz o mappingi quraraq rahat şəkildə şəbəkəmizin topologiyasını, mappingini izləyə bilirik. Agent sistemi, agentlər də yükləmək olur. Yəni həm agentsiz olur, həm agentli olur. Bu sizdən asılıdır. İstəsəz agentlər yükləyib, agentlər özü məlumatları push edirlər. Bu agentlər əlbəttə ki, workstationlara yüklənir. Network avadanlıqları, yəni SNMP vasitəsilə. SCADA sistemlərinin monitoringi hələ ki, belə deyək, Open Manager-də mövcud deyil. Bunun üzərində işlər gedir. Çox yaxın müddət ərzində Open Manager bu haqda da bizə belə deyək, yeniliklərlə gələcək. Ümumilikdə əgər belə deyim də, hər hansı bir device SNMP-ni dəstəkləyirsə, o device haqqında o device-in əl çatanlığı, o device-in interfeysləri və digər məlumatları biz rahat şəkildə istənilən bir device-dan ala bilirik. Yəni Open Manager buna qadir. Suallarınız varsa buyurun. Digər suallarınız varsa. Yox, o protokol dəstəkləmir. Open Manager SNMP-dir, SSH-dır. Yəni bu formada protokolları dəstəkləyərək məlumatları bizə gətirir.
Mən təşəkkür edirəm sizə dinlədiyiniz üçün. Yəni Cavid bəy, nə vaxt lazım oldu müraciət eləyə bilərsiniz. Biz istənilən var POC-lər eləyə bilərik sizlə. Ümumiyyətlə tək sizlə yox, qoşulu olan bütün əməkdaşlarla POC-lər eləyə bilərik. Op Managerin daha dərin tərəflərini belə deyim, sizə göstərə bilərik biz. Yəni düşünürəm ki, Op Manager hər bir network admin üçün, sistem admin üçün vacib olan məhsullardan sayılır. Suallarınız varsa buyurun. Konuşmuşum. Oldu həmkarlar, mən kontakt nömrələrimi sizə verdim, mailimi sizə verdim. Abdülqədir bəy, install haqqında tövsiyələriniz nə mənada? Yəni Windows-a, Linux-a install oluna bilir. PostgreSQL ilə gəlir. Yəni bunu soruşurdunuz. Buyurun, suallarınızı verin. Samir bəy, izləmək olur, bəli, dərindən izləmək olur. Bandwidth trafiki, yəni in-out trafiklərini izləmək olur. User'ın yəni hansı sayta daxil olduğunu əlbəttə ki, izləmək olmur. Bunu biz firewall-dan görə bilərik, misal üçün, monitoring bölməsindən. Amma ümumilikdə Op Manager bizə belə deyək, hansı user'ın nə qədər trafik işlətdiyi haqqında məlumatları verir ki, öncədən bizim məlumatımız olsun ki, o trafikin qarşısını, o trafik yenitisinin qarşısını alaq. 10 ədəd host monitoring etmək üçün Op Manager nə qədər resurs tələb olunur? Mən lazım olsa sizə ataram sistem tələblərini. Amma belə deyim ki, yəni 10 ədəd host elə də böyük bir monitoring tələb etmir, belə resurs tələb etmir. 8 RAM kifayət edir. CPU-daki normal CPU versəz, Op Manager rahat şəkildə onu idarə edə biləcək. Elxan bəy, buyurun. Ənvər bəy, qeyd etdim e-mailimi. Elxan bəy, sualınız var, yazmışsınız. Buyurun, eşidirəm sizi. Həmkarlar, sualı olan varsa yaza bilər.
Ə, O zaman oldu həmkarlar. Biz inşallah yeni webinarlar da təşkil edəcəyik digər məhsullar haqqında. Daha da maraqlı olacaq. Düşünürəm ki, sizdə də suallar yaranacaq və rahat şəkildə suallarınızı verə biləcəksiniz. Təşəkkür edirəm hər birinizə qoşulduğunuz üçün. Kontakt nömrələrimi də qeyd etdim. İstənilən vaxt əlaqə saxlaya bilərsiniz, sizə dəstək ola bilərəm. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun.